Rəqəmsal identifikasiya, avtomatlaşdırılmış zərər qiymətləndirmələri, açıq sığorta və süni intellekt əsaslı nəzarət modelləri sığortanın yeni standartları olacaq. Bunu Bakıda keçirilən Türk Dövlətləri İnşurtech zirvəsində çıxışı zamanı Mərkəzi Bankın baş direktoru Vüsal Qurbanov deyib. O bildirib ki, Türk Dövlətləri İnşurtech zirvəsi bu ölkələr arasında qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın bariz nümunəsidir. Bu, birgə innovasiya və rəqəmsal platformaların qurulmasına xidmət edir. Türk dövlətləri arasında əməkdaşlıq həm strateji, həm iqtisadi istiqamətdə Türk dövlətlərinin rəhbərlərinin qoyduğu təməl əsasında davam etdirilir. Təbii ki, müxtəlif sahələrdə olduğu kimi sığorta sahəsində də artıq bu əməkdaşlığın daha dərinləşməsinə imkanlar yaranıb. Bugün belə deyim, InsurTech istiqamətində, yəni sığorta texnologiyalarının, innovasiyalarının və rəqəmsal platformaların qurulması istiqamətində konfransımız keçirilir. İkinci konfransdır. Bu konfrans Türk dövlətlərinin sığorta sektorlarını əhatələndirir. Həm qarşılıqlı əməkdaşlığın yaranmasında, həm müzakirələrin aparılmasında və o rəqəmsal təkmilləşmə istiqamətində geniş faydalar olacaqdır deyə düşünürük. Vüsal Qurbanov deyib ki, hazırda dünyada sığorta klassik prinsiplərdən deyil, texnologiyanın gətirdiyi yeniliklərdən formalaşır. Süni intellekt, big data, blockchain sığorta sektorunu daha şəffaf, müştəri mərkəzli hala gətirib. Son illər Azərbaycanda sığorta sektorunun rəqəmsallaşdırılması daha da genişlənib. İcbari sığorta növləri bugün ölkəmizdə vahid elektron sistem üzərindən həyata keçirilir. Azərbaycan və dünya sığorta bazarlarında rəqabətin güclənməsi InsurTech-i sektorun aparıcı qüvvəsinə çevirib. Bütün bunlar müştəri loyallığını artırır, həmçinin sığortaçıların xərclərini azaldır. Daha sonra çıxış edən Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri, Türk Dünyası Sığorta Birliyinin sədri Ülviyə Cabbarova qeyd edib ki, bugün Azərbaycan və bütövlükdə Türk dünyasının sığorta sənayesi yeni inkişaf mərhələsindədir. InsurTech çərçivəsində qarşılıqlı əməkdaşlıq, birgə layihələr və bilik mübadiləsi gələcək illərdə bazarların dayanıqlı böyüməsinə, yeni məhsul modellərinin yaranmasına və kapitalın daha səmərəli idarə olunmasına ciddi təsir göstərəcəkdir. Mən hesab edirəm ki, məhz bu kimi tədbir, bu bizim zirvə tədbirimiz təcrübə və texnologiya mübadiləsi üçün unikal bir platformadır. Burada formalaşacaq əməkdaşlıqlar və ideyalar təkcə iştirakçı ölkələrin sığorta bazarlarına deyil, bütövlüklə regionun maliyyə dayanıqlığına töhfə verəcək. İqtisadi islahatların təhlili və kommunikasiya mərkəzinin sədri Vüsal Qasımlı çıxışında bildirib ki, hazırda dünyada sığorta texnologiyaları bazarının həcmi təxminən 35 milyard Amerika dolları təşkil edir. 2034-cü ilə qədər bunun 610 milyard ABŞ dollarına çatması gözlənilir və gördüyü kimi proses çox böyük sürətlə gedir. Prosesi sürətlə aparan, deməli, əsas məqam innovator bir neçə arxetiplərdir. Birinci innovator arxetipidir və burada yeni texnologiyalar sürətlə həm biznes modeli, həm də ki, sığortanın yanaşmasını dəyişir. Disruptor var, dağıdıcı texnologiyalar birbaşa sığortanın özünün üzərində hücuma keçir və peşəkar sığortaçılar burada iştirak edir. Onlar mənim nə dediyimi çox gözəl bilirlər, məndən də yaxşı bilirlər, çünki onlar onu hiss edirlər. Qeyd edək ki, 2 gün davam edəcək Türk Dövlətləri InsurTech zirvəsi sığorta texnologiyalarına həsr olunmuş beynəlxalq tədbirdir. Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızistan, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Respublikasının dövlət rəsmiləri, diplomatik korpusun nümayəndələri, adı çəkilən ölkələrin maliyyə regulyatorları və sığorta assosiasiyalarının rəhbərləri, habelə qabaqcıl texnologiya şirkətləri iştirak edirlər. Tədbirdə iştirakçı dövlətlərin sığorta bazarları üzrə təmsilçiləri tərəfindən Türk dünyası sığorta sənayesinin sığorta texnologiyalarına dair mövcud vəziyyəti şərh ediləcək, cari bazar ehtiyacları araşdırılacaq, o cümlədən əməkdaşlığa və birgə inkişafa dair yeni yol xəritələri müzakirə olunacaq. Tədbirin keçirilməsində əsas məqsəd Türk dövlətlərinin sığorta bazarlarında rəqəmsal inkişafın davamlılığına və dayanıqlılığına nail olmaq məqsədi ilə birgə əməkdaşlığın stimullaşdırılması və Türkiyənin qabaqcıl texnologiya şirkətləri ilə bu prosesə dəstək olmaqdır.